Salam, axşamınız xeyir. Toyuqla kartof qızartdım. Oradakı yəni son şəkildə görəcəksiniz ki, yəni toyuğun üstü qaradır. Onu yəni biraz da boşqabda saxlayırsan, yumşalır. Ondan sonra götürsən, təmizlənir. O tomatdır, yanır. İnşallah gələn dəfə bir də bişirəndə tomat istifadə eləməyəcəm. Təkcə mayonez, ədviyyatlar, bir də yəni sarımsaq. Tomat bundan ikinci dəfə istifadə edirəm. Hər dəfə çox bərbad edir. Yəni tufovkada belə yanmır, amma tavada qızardanda yanar. Gördək inşallah. Gələn dəfə yəni tomat istifadə eləməyəcəm. Kartofu da qızartdım. Sonunda kartofun üstünə mayonez sosu necə qoymuşdum keçən dəfəki kimi, toyuğu mayonez sosunun içində, o sosun hazırından var idi. Sonda kartofun üstünə tökdüm. Kartof qızartması, ona görə də sonda yəni şəkildə baxarsınız daha tünd görünür, rəngi daha qırmızı görünür. O da ki, yəni sos lap qızartdığına görə. Göz haqqınızı halal eləyin. Zəhmət olmasa kanala abunə olub bəyənməyi unutmayın.